il bitir. Amma güləş aləmində nəticələr fırtınası bitmək bilmir. Yenə sizi sevincdən coşduracaq xəbərlərlə qarşınızdayıq. Sentyabrda qazanılan nəticələr güləş aləmini sirkələdi desək yeridir. Bəs oktyabr gözləntiləri qarşıladı mı? Ötən ay bizi ciddi sınaqlar gözləyirdi. Gəlin həmin yarışlara bir də nəzər yetirək. Dostluğun və birliyin simvoluna çevrilən MDB oyunların növbəti ev sahibi Azərbaycan idi. Yeniyetmə güləşçilərimiz toxma divarlar arasında 20 medal qazanaraq ümidləri doğrultdular. 3-7 oktyabrda Gəncə Olimpiya İdman kompleksində keçirilən yarışda himnimizi ilk səsləndirən Nihat Abbasov oldu. Onun açdığı cığırla hərəkət edən Rəvan Həsənzadə də bayrağımızı ən yüksəyə qaldırdı. Hüseyn İsmailov, Hacı Hüseyn Əhmədzadə, Rəşid Nəzərov və Əli Hacıyev gümüş, Hüseyn Rızazadə, İbrahim Süleymanov, Amin Nəsibov və Hakim Tağıyev isə bürünc medalı boyunlarına taxdılar. Beləliklə, yarışda ölkəmizi təmsil edən sərbəst güləşçilərin hamısı fəxri kürsüyə qalxdılar. Qızlarımız da potensialını ortaya qoydular. 4 qadın güləşçimiz sona qədər mübarizə apardı. Nəzrin Əhmədli, Xədicə Qurbanzadə, Xədicə xanım Talıbova və İsra Məmmədli MDB oyunlarını bürünc medalla tamamladılar. Gəncə xalçasına dünya çempionu kimi ayaq basan Əli Nəzərov bu yarışda titulla başa vurdu. Elşad Abbasov, İslam Sultanov da parlaq çıxış edərək çempionluq sevincini yaşadılar. Nicat Yeyləqəliyev, Yusif Mirzəyev 2, Hikmət Haqverdiyev isə 3-cü yeri tutdu. 2025-ci il çimərlik güləşimiz üçün möhtəşəm keçdi. 18-19 oktyabrda Misirin İskəndəriyyə şəhərində keçirilən Dünya seriyasının final mərhələsi də yadda qalan oldu. Bu yarışda ölkəmizi təmsil edən İbrahim Yusubov, Vüsal Əliyev, Sahib Dadaşov da medalçılar sırasında yer aldılar. Əsas uğur isə yekunda 5 mərhələdə toplanan xallara görə 2 güləşçimizin dünya çempionu olması idi. Vaxtilə yeniyetmələr arasında hamını qabaqlayan Vüsal bu dəfə böyüklər arasında eyni uğura imza atdı. İbrahim isə 4 qat dünya çempionu ünvanına sahib çıxdı və idmançı karyerasını zirvədə başa vurdu. İlin son dünya çempionatına Serbiya ev sahibliyi etdi. Oktyabrın 20-sindən 27-sinə dək Novi Sadda 23 yaşadək güləşçilər ən yaxşıları müəyyənləşdirdi. Bu yarışda güləşimiz növbəti rekorda imza atdı. Bu yarışda 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazandıq ki, bu da medalların əyarına görə U23 dünya çempionatları tarixində ən yaxşı nəticəmiz kimi tarixə düşdü. Yunan Roma güləşçi üzrə millimiz də 2 qızıl, 1 bürünc medalla eyni göstəricidə özünün ən yaxşı nəticəsini gerçəkləşdirdi. Komandamız həm də dünya üçüncüsü ünvanına sahib çıxdı. Fərdi uğurlara gəlincə, Elmir Əliyev, Ziya Babaşov, Kənan Heybətov ilk dəfə bu yaş qrupunda dünya çempionu oldular. Xetak Karsonov gümüş, Ruslan Nurullayev, Günay Qurbanova və Alex Sokayev isə bürünc medalı hesablarına yazdılar.